Şərəfsiz insanın nə milliyyəti bəllidir, nə də onun şəxsiyyət vəsiqəsində yazılır ki, bu insan şərəfsizdir. Mən bir dənə bunu bilirəm ki, bu dövlətin çörəyini yeyib, bu dövlətin vətəndaşına zülm eləyən hər bir kəs, istəyir məmur olsun, istəyir adi vətəndaş olsun, şərəfsizdir. Bunu ona görə deyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Kiçik Qızılağac balıq artırması tərəfindən əmlakım mənimsədilib. Yəni, hamı da bilir ki, mən illərdir ki, zülm çəkirəm, dövlət qurumlarının qapısında demək olar ki, sülənirəm, kimə də müraciət edirəm, baxan yoxdur. Və məcbur qalaraq son illərdir ki, bunu sosial şəbəkələrdən Cənab Prezidentə çatdırmaqdan ötürü, müvafiq qurumlara çatdırmaqdan ötürü sosial şəbəkələrdə müraciət edirəm və lazımi kəslərin də adını çəkirəm. Xüsusən də əmlakımı mənimsəyib yeyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qızılağac balıq artırma təsərrüfatının rəhbəri Abbasov Dadaş Nasifoğlu və onun adını çəkdiyimə görə məni verib məhkəməyə. İndi bu yuxarıda gördüyünüz məhkəmə qərarıdır. Gəlib icra professor şöbəsinə və ondan da mənə məktub gəlib ki, yəni könüllü icra elə. Eləməsiz 10 günün ərzindən sonra yəni müvafiq addımlar atılacaq. Yaxşı, niyə bəs vətəndaşın əmlakını dövlət qurumu olaraq, dövlət müəssisəsi olaraq mənimsəyirsiniz ki, niyə sizin saxtakarlığınız, qanunsuzluğunuz, oğurluğunuz, özbaşınalığınız sübuta yetirildiği halda, məhkəmə qətnamaları olduğu halda niyə vətəndaşa dəymiş ziyanı ödəmirsiniz ki, vətəndaş da məcbur olub sosial şəbəkələrdən sizin adınızı haqlı olaraq hallandırır. Və buna görə də məni Abbasov Dadaş Nasifoğlu məhkəməyə vermişdi ki, güya mən bunu şərəf və layaqətin tapdalamışam və 8.000 təzminat istəyirdi, Masallı rayon məhkəməsindən də 1000 manat təzminat təmin edildi. Mən dəfələrlə müraciət edirdim ki, elektron atmışlar məhkəmə qətnaməsi mənə qanunlu şəkildə poçt vasitəsilə göndərin ki, mən bundan apellyasiya şikayəti verim, yəni göndərilmədi. O günləri getdim, dedi ki, biz bunu qəbul eləmirik, sənə məhkəmə qətnamasını veririk və bunun apellyasiya şikayəti verə bilməyəcəksən. Yəni, bu da bir özbaşınalıq, bu da bir saxtakarlıqdır, nəsə. Ondan işim yoxdur, yenə də sağ olsun məhkəmə, Masallı məhkəməsi, yenə də 8.000 yox, 1000 manat cərimə elədi. İndi oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Yenə də deyirəm, ay şərəfsizlər, niyə vətəndaşın əmlakını mənimsəyirsiniz ki, niyə dövlətin çörəyini yeyə bu dövlətə təpiq atırsınız, bu dövlətin qanunlarını, qaydalarını, məhkəmə qətnamalarını tapdalıyorsunuz, niyə bilərəkdən vətəndaşa zülm istəm edib, bilərəkdən vətəndaşı sosial şəbəkələrdən müraciət eləməyə məcbur edirsiniz ki, vətəndaş da sizin adınızı çəkir. Bu günləri uğurladığınız pulları bağlarınıza yedizdirdiğiniz halda burunlarından gəlsin, balavın da, nəvəvin də, oğlunun da inşallah ki, dövlətim gətirəcək, inşallah ki, Cənab Prezident əvvəl axı bu işdən xəbərdar olacaq və sizin burnunuzdan bunu gətirəcək və haqq ədalət öz yerini tapacaq. Niyə vətəndaşın əmlakını uğurlayasınız ki, bu günləri vətəndaş sizin adı çəkib deyə təzminat istəyirsiniz? Şərəf və layaqət sizə 1000 manatdır sizin. Hələ 1000 manat da çoxdur sizin. Siz şərəf və layaqəti pulda görürsünüz. Siz vəzifəni pulda görürsünüz. Siz hər nəyi pulda, rüşvətdə, yəni ki, super yaşamayda görürsünüz. Şərəf və layaqətiniz budur. Bundan artıq sizin şərəf və layaqətiniz yoxdur və 1000 manatdan da artıq onun dəyəri yoxdur. İndi bu məhkəmə qətnamasını mənə məcburi surətdə icra elətdirəcəklər. Niyə? Çünki mən dövlət qurumuna 1000 manat borcluyam. Amma dövlət qurumu mənə 150.000 borcudur. 6 ildir ki, mən qapılardayam. 6 ildir ki, mən qapılardayam, buna baxan yoxdur. Bunu icra eləyən yoxdur. Amma 1000 manat məhkəmə qətnamasını sabah düşəcəklər mənim qapıma. Şalvarımı da satdırıb ödətdirəcəklər. Çünki mən 1000 manat dövlət qurumuna borcluyam mən. Budur Azərbaycan dövlətində məmurların dövlətə verdiyi qiymət. Budur Azərbaycan Respublikasının qətnamalarına qoyulan qiymət. Bu məmurların öz qabağı alınmasa, sabah bunlar vətənə xəyanət yox, bunlar hər nə eləyəcəklər.